Read short text and choose the correct variant. Qısa mətnləri oxuyun və düzgün variant seçin. Hospital announcement, xəstəxana elanı. Visiting hours are from 10 a.m. to 6 p.m. only. Ziyarət saatları yalnız 10:00-dan 18:00-a qədərdir. Please speak quietly in the rooms. Zəhmət olmazsa otaqlarda sakit danışın. Wash your hands before entering. Demək, içəri girməzdən əvvəl əllərinizi yuyun. Don't bring flowers or food during visit hours. Ziyarət saatlarında çiçək və ya yemək gətirməyin. Children must stay with an adult at all times. Uşaqlar hər zaman böyüklərin yanında qalmalıdırlar. Thank you for helping us keep the hospital safe and calm. Bizə kömək etdiyiniz üçün təşəkkür edirik. Xəstəxananı təhlükəsiz və sakit saxlayın deyilir. Və cavablara diqqət etsək, A variantında you can enter the hospital when you want. İstədiyin vaxt xəstəxanaya daxil ola bilərsən deyir. Hansı ki, burada zaman aralığı göstərilmişdi. Ona görə A variantı yanlışdır. You can bring food and other things to the hospital. Sən xəstəxanaya yemək və başqa nələrsə gətirə bilərsən. Burada isə təbii ki don't bring, yəni icazə verilmədiyi üçün variant səhvdir. You can enter the hospital with dirty hand. Çirkli əllərlə xəstəxanaya daxil ola bilərsən. Burada isə daxil olmazdan əvvəl əlləri yumaq deyildiyi üçün yanlışdır. The announcement gives information about visiting hours. Elan ziyarət saatları haqqında məlumat verir. Düzgün cavabımız D variantı götürülür, çünki ziyarət saatları haqqında məlumat var idi ilk cümlədə. Children are not allowed to the hospital. Uşaqlara xəstəxanaya getməyə icazə verilmir. İcazə verilir, sadəcə böyüklərin yanında qalmalıdır deyilir. Bu səbəbdən Y variantı da yanlış götürülür. Doğru cavabımız D variantıdır.